Eyvaz müəllim çox hörmətli bir insandır, bizim üçün ağsaqqalımızdır. Bəzi problemləri var, xüsusilə şəkər xəstəsidir. Şəkər ümumi bədən xəstəliyi olduğuna görə şəkərlə bağlı yaşadığı bəzi fəsadlar var. Ayaqları ilə bağlı, başı ilə bağlı, beli ilə bağlı, diz oynaqları ilə bağlı problem vardı. Ağsaqqal bizə müraciət etmişdi şikayətlərinin əsasən. Bugün gündüz stasionar şəklində müalicələrini almışdıq, xüsusi aparatların köməyini həm fizioterapevtik, həm də şəkərin verə biləcəyi fəsadların aradan qaldırılması üçün müalicələr aparılmışıq. Dünya TV-nin tam səmimi verilişində Vəfa xanımın çıxışına qulaq asmışam. Mən də bu xəstəlikləri müalicə etməkdən ötürü gəlib Milan Hospitala müraciət eləmişəm. Milan Hospitalda da onun nəticəsini görmüşəm. Heç bir ağrılarım, zadım yoxdur. Özümü gübrah hiss edirəm. Aparatlarla müalicə almışam, iğnəsiz, dərmansız. Bu klinikanın rəhbəri Xuraman xanıma xüsusi təşəkkürümü bildirirəm. Mən məsləhət görürəm ki, xalqımızda kimdə əgər belə problem varsa, Milan Hospitala müraciət eləsin.